kişi gücünü ailəsindən alır, həyat yoldaşından alır, belə deyək, qadınından alır, belə deyək. Əgər biz özümüzü onun yanında güclü göstərsək, kişini biz zəiflədərik. Olmaz. Olmaz. Bəli, biz yerimizi bilməliyik. Kişi kürəkdir, arxadır. Biz qadınlar belə deyək, yerimizi bilməliyik. Bir addım kişidən arxada demirəm, getməliyik, yox. Yəni, hər bir hərəkətimizdə bir addım arxada olmalıyıq. Bəli, oğlan hazır olmalıdır. Axı, o gətirdiyi qız da hansısa bir evdən gəlir. Onu incitmək olmaz. Başa düşürəm, hərdən ailələr də başa düşürəm, birlikdə yuva qurmaq, birlikdə çətinliklərlə getmək. Ev də alınır, iş də alınır. Alınır, bəli, alınır. Razısınız? Mən belə görmüşəm, özümüz hər şeyi İkiniz qurmusunuz. Bəli, ikimiz olmuşuq. Pillə ilə o gəlib orada əziyyətlə baş-başa verib, gəlib o çatanda onun özəlliyi, həmin həyat yoldaşı da sənə axı önəm verir ki, mənim o çətin anlarımda, mənim həyat yoldaşım mənlə kürək-kürəkə. Bezdiyiniz, qapını çırpıb getmək istədiyiniz, usandığınız vaxt olub? İnsanam, hamı da olur. Yalan niyə deyim? Normaldır bu, həyatdır bu. Hər şey gözəl getsə həyatın nə mənası, nə gözəlliyi var ki? Çətinliyi görəndə? Bəs nə? Ona belə deyək, yə duranda, ona çatanda, əl çatmazlığa çatanda o gözəlliyi görürsən. O ləzzəti zövq ala bilirsən. O həmin həyat yoldaşına hürmət eləyirsin. Məni hara çatdırdı? Bu müasir qızlar həyat yoldaşım bu sözləri. Bəs əlbəttə ki, budur. Ailə mənim üçün budur. Hər kəsənin öz subyektiv fikridir. Xanım deyir, məsələn, mən ancaq ailə, fədakar ailə ola bilərəm. Yəni, ətraf mənim üçün belə deyək də, hal-hazırda yoxdur, belə deyək. Sözü elə çıxdı. Belə dediniz, Jalə xanım. Bəli, elə dedi. Amma mən bir, bəlkəm də yox, yaşda böyüyəm xanımdan. Belə də həyatı görə-görə gəlmiş bir xanım kimi mən deyərəm ki, sırf ailə və ətraf yox kimi mən onu qəbul eləyə bilmərəm. Çünki mənim üçün bir ailədə böyümüşəm, mənim anam, bacım, qardaşım, belə deyə də o ailədir. O da mənim üçün bir ailədir. Mən ailə qurmuşam deyənə mən necə yox deyə bilərəm. Onda mən özümə hörmət eləmərəm, qızım. Mümkün olan şey deyil. Mən o bacılarıma da fədakarlıq eləyirəm, qardaşıma da eləyirəm, ətrafıma da. Mən bütöv elə ola bilərəm. Mən bütöv ola bilmərəm. Sırf ailəm və mənim üçün yox. Bunun fikirləriniz fərqlidir, siz başqa-başqa. O hamının öz subyektiv fikridir. İndi hər kəsən özünə görə danışır, öz həyat tərzinə görə. Bəlkə nə isə ola bilər həyatıdır. Amma mənim üçün öz belə fikrimdir, o subyektiv fikrimdir. Mənim üçün, mənim ailəm öz yeri,